Salam uşaqlar, bu gün çoxalma və inkişafdan mayalanma bətndaxili inkişafın testlərinə baxırıq. Birinci sualdan başlayaq. Bizə deyir Azərbaycanda oğlanlarda cinsi yetişkənlik dövrü hansı yaşda müşahidə olunur? Oğlanlarda cinsi yetişkənlik dövrü dediyinə görə 13-14 yaşı götürürük. Keçək ikinci suala. İnsanda bətndaxili inkişafın döl dövrü nə vaxtdan başlayır? Bilirik ki, bətndaxili inkişafın 3 dənə dövrü var. Birincisi başlanğıc dövrüdür, ikincisi rüşeym dövrüdür, üçüncüsü isə döl dövrüdür. Döl dövrü də rüşeym dövrünün sonundan etibarən başlayır. Yəni artıq çift əmələ gəldisə, deməli döl dövrü başlayır. Bunu da bizə verir A variantında elə. Uşaqlığın selikli qicasından möhkəm yapışmış disk şəkilli ciftin əmələ gəlməsi anından. Keçək növbəti suala. Üçüncü sualda deyir, hansı müddəa doğru deyil? İki dölün bir cifti ola bilməz. Bu doğru deyil elə, cavab bu olacaq. Digər variantlara da baxaq. İki dölün bir cifti ola bilər, düzdür. Bir mayalanmış yumurta hüceyrədən iki döl əmələ gələ bilər, düzdür. İki dölün genotipi eyni ola bilər, bu da ola bilər. Eyni yumurta əkizlərindən söhbət gedirsə. İki dölün genotipləri fərqli ola bilər, bu da ola bilər. Baxaq növbəti suala. Dördüncü sualda deyir, insanda bətndaxili inkişafın döl dövrü neçə aya başa çatır? Döl dövrü bilirik ki, 3-cü aydan etibarən başlayır. Çox vaxt uşaqlar bunda səhvlik eləyir. 9-dan 3-ün çıxırlar, promoy 6 yazırlar. Onda da cavab səhv çıxır. Ona görə həmişə tərsdən yazın uşaqlar. Baxın, belə yazaq. 9-cu ay, 8-ci ay, 7-ci ay, 6-cı ay, 5-ci ay, 4-cü ay, 3-cü ay. 3-cü aydan başlar, düzdürmü? Sayırıq. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, ümumilikdə 7 ay çəkilmiş. Cavab olacaq C variantı. Buranı silək. Keçək növbəti suala. İnsanda bətndaxili inkişafın rüşeym dövrü neçə ay davam edir? Rüşeym dövrü ilk 2 ay davam edir. A variantı. Növbəti sualda deyir, uşaqda doğulduqdan sonra postembrional inkişafın neçə dövrü ayırd edilir? Postembrional inkişafın 5 dənə dövrü ayırd edilir. Deməli, yeni doğulma, yəni çağa dövrü, sonra südəmər dövr, bağçaya qədər dövr, məktəbə qədər dövr və məktəb dövrü. 5 dənə dövrü var. Yəni cavab olacaq Y variantı. 7-ci suala keçək. Hansı müddəa insan üçün doğrudur? Ziqotdan rüşeym, rüşeymdən isə döl inkişaf eləyir. Doğru cavab elə bu olacaq. B-də deyir, ziqotdan döl, döldən isə rüşeym inkişaf eləyir. Bu səhvdir. Uşaqlar, baxın, ziqot əvvəlcə bir hüceyrəli olur, sonra bölünmələr keçilir, çevrilir çox hüceyrəli rüşeymə. Rüşeym dövründən sonra isə döl dövrü başlayır. Ziqotdan blastomer əmələ gəlmir, səhvdir. Ziqotun o mitoz bölünməsi zamanı blastomerlər əmələ gəlir. D-də deyir, ziqotun xromosom yığımı haploiddir, səhvdir, 2N, yəni diploiddir. Y-də deyir, rüşeym cift vasitəsilə qidalanır. Bu da səhvdir, çünki rüşeym xollu qeşa vasitəsilə qidalanır. Həm də axı rüşeym ayrı bir dövrdür, cift ayrı bir dövrdür. Bunlar nətər eyni variantda verə bilər ki? Bu da səhvdir. Baxaq 8-ci suala. İnsanda yeni doğulma dövrü təqribən nə qədər davam eləyir? İlk 1 ay yeni doğulma dövrüdür. 9-da deyir, uşağın inkişafının südəmər dövrü nə qədər davam edir? Südəmər dövr 11 ay davam eləyir. Yəni 1 ay yeni doğulma dövrüdür, 11 ayda südəmər dövrüdür, 1 yaşına qədər. 10-da deyir, insanın ontogenezi, yəni fərdi inkişafı başlayır. Ontogenez uşaqlar yadınızda saxlayın. Ziqot yarandığı andan etibarən başlayır, ta ki insanın öldüyü ana qədər davam eləyir. Burada da bizə harda veribdir? Baxaq, Y variantında veribdir. Ziqotun yarandığı andan etibarən başlayır. Keçək növbəti suala. 11-də bizə deyir, insanda bətndaxili inkişafın rüşeym dövrü başlayır. Baxın, ilk 6-7 gün başlanğıc dövrü çəkir. Ondan sonraki dövrdə rüşeym dövrü başlayır. Yəni implantasiya baş verəndən sonra başlayır. Rüşeymin uşaqlığa düşdüyü andan bu yanlışdır, çünki düşən kimi yapışmır axı. B-də deyir, ziqotun əmələ gəlməsi anından yanlışdır. Ciftin əmələ gəlməsi anından yanlışdır. Bu döl dövrünün başlamasıdır. İlk blastomerlərin əmələ gəlməsi anından yanlışdır. Y-də deyir, rüşeymin uşaqlığın selikli qeşasına yapışması anından. Baxın, budur. Yəni implantasiya anından etibarən başlayır. 12-də soruşur ki, akselerasiyaya mənfi təsir göstərə bilər. Burada adi məsələdir ki, bir dənə variant fərqli olar. Baxın, yaxşı qidalanma müsbət təsir göstərəcək, açıq havada çox olmaqdır, idmanla məşğul olmaqdır, vitaminlərin kifayət qədər olmasıdır. Bunların hamısı müsbət təsir göstərir. Mənfi təsir göstərər deyir, ona görə B-ni götürürük. Qidada vitaminlərin çatışmazlığı. 13-də deyir, cinsi yetişkənlik adətən uşağın hansı yaş dövrünə təsadüf edir? Bu, hardasa 11-12 yaşdan 16-17 yaşa qədər çəkən bir dövrdür. Ona görə məktəb dövrünə təsadüf eləyəcək.
14-də soruşur ki, insanın inkişafında yasli dövr davam edir. Yasli dövr, yəni bağçaya qədər olan dövrdür. Bağçaya qədər olan dövrdə 1 yaşından 3 yaşına qədər davam eləyir. Yəni fərq 2 ildir. Ona görə də cavab olaraq götürəcəyik 24 ay olanı, yəni Y variantını. Baxırıq 15-ə. A variantında deyir, mayalanmış 2 yumurta hüceyrədən 3 və daha çox rüşeymin əmələ gəlməsi. Bu ola bilər. 2 yumurta hüceyrə mayalanıbdırsa, məsələn birində ekizlik olarsa və yaxud da ikisində də ekizlik olarsa 3 və daha artıq rüşeym əmələ gələcək. Yəni bu düzdür, mümkün ola bilər. B-də deyir, mayalanmış 1 yumurta hüceyrədən 3 və daha çox rüşeymin əmələ gəlməsi. Bu da ola bilər. Bəzən eşidirik 300-lər olur, 4-əmlər olur. Deməli mümkündür. C-də deyir, 2 oğlan dölünün bir ciftə malik olması. Bu da mümkündür. Eyni yumurta əkizdirsə bir ciftin içindədir. İkisinin də cinsiyyəti eyni olacaq. D-də deyir, oğlan və qız döllərinin ümumi ciftə malik olması. Bu artıq mümkün deyil. Çünki ümumi ciftdən söhbət gedirsə, ya hər ikisi oğlan olmalıdır, ya hər ikisi qız olmalıdır. Yəni cinsiyyətləri eyni olmalıdır, fərqli ola bilməz. Y variantında deyir, 2 qız dölünün ümumi ciftə malik olması. Bu da mümkündür. Cinsiyyətləri eyni ola bilər dedik. Keçirik 16-cı suala. Hansı müddəa doğrudur? Müxtəlif yumurta əkizləri eyni ziqotdan əmələ gəlir. Bu cavab yanlışdır. Çünki müxtəlif yumurta əkizləri varsa, məsələn 2 dənə müxtəlif yumurta əkizi varsa, deməli burada 2 dənə ziqot mayalanıbmış. Yəni eyni ziqotdan söhbət gedə bilməz. B-də deyir, müxtəlif yumurta əkizləri həmişə cinsiyyətcə fərqlənir. Bu olmaya da bilər. Bəzən olur ki, müxtəlif yumurta əkizidir, amma hər ikisi oğlandır və yaxud da hər ikisi qızdır. Sadəcə bir-birinə çox bənzəmirlər. Məsələn 2 dənə qız əkiz olur, bir-birinə çox bənzəmir. Deməli bu müxtəlif yumurta əkizidir. Cinsiyyətcə həmişə fərqlənir deyə bir şey yoxdur. Eyni ola bilər. C-də deyir, eyni yumurta əkizləri adətən eyni ciftə malik olur. Aha, bu düzdür. Eyni yumurta əkizlərinə söhbət gedirsə, cift də eyni olmalıdır, cinsiyyət də eyni olmalıdır. D-də deyir, 2 yumurta hüceyrədən inkişaf edən 2 döl ümumi ciftə malik olur. 2 yumurta hüceyrədən inkişaf eləyibsə, burada 2 ayrı ziqot var, 2 ayrı döl var. Yəni bunların cifti də ayrı-ayrı olacaq. Ümumi ciftə malik ola bilməz. Y-də deyir, eyni yumurta əkizləri cinsiyyətcə fərqlənir. Bu da yanlışdır. Dedik ki, eyni yumurta əkizlərdirsə, cinsiyyətcə eyni olmalıdır. Baxaq 17-yə. Uşağın postemiral inkişafının ən qısa dövrü. Ən qısa dövr ilk 1 aydır. Yəni yeni doğulma dövrü. Yəni birinci dövrdür, B variantı. Uşağın postemiral inkişafının ən uzun dövrü. Ən uzun dövrü məktəb dövrü olacaq. Çünki məktəb dövrü 6 yaşdan 17-18 yaşa qədər çəkir. Yəni hardasa 11-12 il çəkir. Amma o birisilər o qədər çəkmir axı. Məsələn, biri ilk 4 həftə çəkir, biri 11 ay çəkir, biri 2 il çəkir, biri 3 il çəkir. Ona görə ən uzun dövr dediyinə görə ən sonuncu dövrü götürəcəyik, 5-ci dövrü. 19-da deyir, bətndaxili inkişafın rüşeym mərhələsində rüşeymin qidalanması baş verir. Bunu bayaqda hansısa sualda qarşımıza çıxdı. Rüşeymi qidalandıran xovlu qişadır. A-da deyir, kaplyarların divarları və ciftin xovları vasitəsilə, ciftin xovları vasitəsilə deyir, bu cift döl dövrünə aid olan bir xüsusiyyətdir. Dölü əhatə edən maye vasitəsilə xeyir, sarı cismin hesabına xeyir, uşaqlığın sayı əzələr vasitəsilə xeyir əlaqəsi yoxdur. Y-də deyir, rüşeymi əhatə edən qişanın xovlar vasitəsilə. Bəli, cavab olacaq Y variantı. Keçək 20-ci suala. 20-ci sualda deyir, insanda yumurta hüceyrənin uşaqlığa düşməsi onu göstərir ki, baxın, əgər yumurta hüceyrə uşaqlığa düşürsə sərbəst halda, demək ki, burada mayalanma baş verməyibdir, mayalanma tutmayıbdır. İndi variantlara baxaq. A-da deyir ki, artıq sarı cisim hormonu ifraz etmir. Niyə etmir ki? Axı mayalama baş tutmayıbdır. Mayalama baş tutsaydı, onda hormon ifraz etməzdi. Deməli, A variantı səhvdir. Mayalama baş verib səhvdir. Mayalama baş versəydi yumurta hüceyrə yox, ziqot gələrdi uşaqlığa. Mayalama baş tutmayıb, C variantı doğrudur. D-də deyir, bətndaxili inkişafın rüşeym dövrü başlayır. Y-də deyir, bətndaxili inkişafın döl dövrü başlayır. Bunların da ümumiyyətcə səhvdir, çünki hamiləlik baş tutmayıb ümumiyyətcə. Baxırıq 21-ci suala. 4 eyni yumurta əkizinin əmələ gəlməsində neçə qamət iştirak edir? 4 eyni yumurta əkizindən söhbət gedirsə, deməli bunların 4-ü də eyni bir ciftin içərisindədir uşaqlar. Baxın, bir dənə belə cifti, bunun içərisində 4 dənə uşaq var. Bunun əmələ gəlməsində, baxın, bu bir dənə cifti necə mayalanma gedir? Bir dənə spermatozoid mayalandırır, bir dənə də yumurta hüceyrə mayalandırır da, bunu düzdürmü? Bizdən soruşur ki, neçə qamət iştirak eləyib? Qamət deyəndə əlbəttə ki, ikisini də götürürük. Deməli, 2 dənə qamət iştirak eləyibdir. 22 də bu tipləyə oxşayır, ona da baxaq. 3 müxtəlif yumurta əkizinin əmələ gəlməsində neçə qamət iştirak edir? Aha, buranı silək.
Artıq burada deyir ki 3 dənə uşaqdır və üçü də müxtəlif yumurta əkizidir. Yəni məsələn bir cift burdadır, bunun daxilində bir uşaq var. Bir cift burdadır, bunun daxilində bir uşaq var. Bir cift də burdadır, bunun daxilində də bir uşaq var. 3 dənə ayrı ziqot mayalanıbdır. Da yenə bizə deyir ki, neçə qamət iştirak edir. Bir dənəsinin yaranmasında 2 qamət iştirak edir. Bunun da yaranmasında 2 qamət iştirak edib. Bunun da yaranmasında 2 qamət iştirak edib. Deməli ümumilikdə 6 dənə qamət iştirak edib. Yenə buranı silək. 23-də bizə deyir, insanda 3 eyni yumurta əkizinin zigotunun əmələ gəlməsində bilavasitə neçə spermatozoid iştirak edib. Baxın, eyni yumurta əkizi deyir. Yəni burada neçə 3 olmasın, 5 olsun, fərqi yoxdur. Eyni yumurta əkizində bir dənə zigot mayalanıbdır. Bir dənə ziqotun mayalanmasında da bircə dənə spermatozoid iştirak edir. Yumurta hüceyrəsində soruşsaydı, desəydi neçə yumurta hücrə iştirak edib, yenə də 1 götürəcəkdik. Çünki eyni yumurta əkizindən söhbət gedir. Baxaq növbəti suala. İnsanda ziqotun bölünməsi normal halda başlayır. Mayalanma harda gedirdi? Uşaqlıq borusunda, düzdür, baxın. Məsələn, bu hissə uşaqlıqdır, tutaq ki. Bu da uşaqlıq borusudur. Burada mayalanma gedir, düzdür. Yumurta hüceyrə ilə spermatozoid birləşəcək, burada ziqot yaranacaq. Mayalanma baş verəndən sonra ziqot başlayıb burada artıq bir neçə dəfə mitoz bölünmə keçirir. Yəni 4 gün, 5 gün bu boruda hərəkət eləyir. Ona görə ziqotun bölünməsi harda başlayır deyəndə uşaqlıq borusunda başlayır götürməlisiniz. Yenə silək buranı. Variantı da sildik. D variantı. Baxaq növbəti suala. Oğlanlarda ikincili cinsi əlamətlər ilk dəfə morfoloji cəhətdən aşkar olunur. Baxın, biri var birincili cins əlamətlər. Bunlar cinsiyyəti müəyyən eləyir də. Bir də var ikincili cins əlamətlər. İkincili cins əlamətlər isə bu yeniyetmə yaşında formalaşan əlamətlərdir. Məsələn, qızlarda süd vəzlərinin inkişafıdır, oğlanlarda əzələlərin böyüməsidir, boyun uzanmasıdır, səsin qalınlaşmasıdır. Yəni bunların hamısı ikincili cins əlamətlər yeniyetmə dövründə formalaşır. O da düşəcək məktəb dövrünə, yəni D variantına. Növbəti suala keçək. X, Y və Z-i müəyyən edin deyir. Eyni yumurta əkizləri olan 2 qız var, bir də eyni yumurta əkizləri olan 2 oğlan var. Bir-bir oxuyaq. Əmələ gəlməsində iştirak edən qametlərdə 2 ədəd X cins xromosomu olmuşdur. 2 ədəd X cins xromosom olmuşdur. Yəni XX olan soruşur da belə. Baxın, buradan yazaq elə. Qızlarda bilirik XX-dir, oğlanlarda da bilirik XY-dir. Yəni 2 dənə X cins xromosom olmuşdur deyirsə, deməli 1 gedəcək bura. 2-yə baxırıq. Əmələ gəlməsində iştirak edən müxtəlif cinsi xromosomların say nisbəti 1-in 1 olmuşdur. Yəni bir dənəsi X olub, bir dənəsi Y olubdur. Başqa bir cinsiyyət xromosomu yoxdur ki. Deməli 2 gedəcək Z-ə. Yaza bilmədim. Üçdə deyir, bir ziqotdan inkişaf etmişdir. Uşaqlar, hər ikisinə baxıram, hər ikisində deyir ki, eyni yumurta əkizlər. Deməli, bunun hər ikisi bir ziqotdan inkişaf edib. Ona görə 3-ü yazacağam ortaya. 4-ə baxaq. Ziqotların əmələ gəlməsində iştirak edən bütün qametlərdə autosom xromosom müxtəlifliyi 22 olmuşdur. Bu da hər ikisinə aid olacaq. Çünki burada autosomların müxtəlifliyini deyir. Baxın, insanda 2 n bərabərdir 46-ya, düzdürmü? Bunun 2 dənəsi cinsidir, 44 dənəsi autosomdur. Cinsi xromosomlar bir-birindən fərqlənir, amma autosomlar bir-birindən fərqlənmir. Yəni hər ikisindəki autosom xromosom müxtəlifliyi 22 olur. Deməli, 4-ü də yazaq ortaya. Baxaq görək hansı variant olur. X-ə 1, Z-ə 2, Y-ə 3, 4. Olacaq B variantı. Buranı tez silək. Keçək növbəti suala. Bir-birinə oxşamayan 4 əkizin 3-ü qız, biri oğlandır. Onların əmələ gəlməsində neçə erkək, neçə dişi qamət iştirak etmişdir? Bu çox asandır, heç fikirləşməyə dəyməz. Çünki burada asanlaşdırıcı bir, belə deyək, söz verir bizə ki, bir-birinə oxşamayan. Yəni bunların heç biri bir-birinə oxşamır. 4 əkiz varsa, deməli 4-ü də ayrı-ayrı ziqotlardan inkişaf edib. Hamısı müxtəlif yumurta əkizidir. Fərqi yoxdur bunun neçəsi qızı, neçəsi oğlandır. Düzdür, deyir 3-ü qızı, biri oğlandır, amma yenə də bir-birinə oxşamırsa, deməli müxtəlif yumurta əkizidir. 4 dənə ziqot var imişsə, deməli 4 dənə spermatozoid mayalandırıb, 4 dənə də yumurta hüceyrə mayalanıbdır. Yəni 4, 4 olacaq. C variantı. Baxaq 29-a. 2 qadının 4 əkiz uşağı dünyaya gəlmişdir. Birinci qadının dünyaya gətirdiyi əkizlərin hər ikisi bir-birinə çox oxşayan qız uşaqlarıdır. Aha, deməli bunlar eyni yumurta əkizləriymiş. Məsələn, bir dənə ciftin içərisində 2 dənə qız uşağı var. Deyir, ikincininki isə bacı qardaşdır. Aha, bacı qardaş sözünə tuturam ki, bunların cinsiyyətləri müxtəlifdirsə, deməli müxtəlif yumurta əkiziymişlər. Yəni bunun cifti ayrıdır,
bunun cifti ayrıdır. Bizdən nəyi soruşur? Birinci və ikinci qadının uşaqlarının mayalanması zamanı mayalama prosesində bilavasitə neçə qamət iştirak etmişdir? Baxaq indi birinci qadının uşaqları eyni yumurta əkizidir. Bir dənə cift var. Yəni bir dənə zigot mayalanıbdır. Bir dənə ziqotun mayalanma prosesində də bir dənə yumurta hüceyrə, bir dənə də spermatozoid iştirak edib. Yəni 2 dənə qamət burada iştirak edib. İkinci qadında müxtəlif yumurta əkizləridir. Yəni bir zigot buradaymış, bir zigot da buradaymış. Deməli 2 dənə qamət bu zigotu mayalandırıb, 2 dənə qamət də bu zigotu mayalandırıb. Ümumilikdə 4 dənə qamət iştirak edib. Yəni birincidə 2 oldu, ikincidə 4 oldu. 2 və 4 cavabı D variantında. Keçək növbəti suala. İki qadının 4 əkiz uşağı dünyaya gəlmişdir. Birinci qadının dünyaya gətirdiyi əkizlərdən hər ikisi bir-birinə çox oxşayan qızdır. İkincininki isə bacı qardaşdır. Birinci və ikinci qadının uşaqlarının yaranması zamanı mayalanmada bilavasitə neçə spermatozoid iştirak etmişdir? Eyni ilə bayaqki həldir, yəni heç bilsəm silməzdim. Birinci qadında bayaq da dedik, bir dənə tək yumurta əkizidir, düzdür? Yəni bir dənə cift var, bir dənə zigot var. Deməli burada bir dənə spermatozoid iştirak edibdir. Amma ikinci qadının uşaqlarının 2 dənə ayrı-ayrı cift var. Yəni 2 dənə ayrı-ayrı zigot mayalanıbdır. Spermatozoidin biri bunu mayalandırıb, biri də bunu mayalandırıbdır. Yəni 1 və 2 cavabını götürməliyik. O da D variantında. Keçək növbəti suala. İnsanda cift əmələ gəldikdən nə qədər vaxt sonra o hormon ifraz etməyə başlayır? Baxın, cift əmələ gəlir 3-cü ayda, yəni dövrün başladığı vaxtda. Amma o ilk 1 ayı hormon sintez etməyəcək. 4-cü aydan etibarən hormon sintez eləyir. Deməli, yarandıqdan 1 ay sonra hormon sintez eləməyə başlayır. Baxaq 32-yə. Əkizlərdən hər ikisinin müstəqil cifti olarsa, fikirlərdən hansı doğru ola bilər? Birincidə deyir, eyni cinsiyyətli ola bilərlər. Ola bilərlər. Müstəqil cifti müxtəlif yumurta əkizləridir. Hər ikisi oğlan da ola bilər, amma bir-birinə oxşamaz və yaxud da hər ikisi qız da ola bilər, yenə bir-birinə oxşamaz. Birinci düzdür. 2-yə baxaq. Müxtəlif cinsiyyətli ola bilərlər. Bu da düzdür. Hətta çox zaman belə olur. Biri oğlan olur, biri qız olur. 3-də deyir, mayalanmada 2 ədəd qamçılı qamət iştirak edə bilər. 2 ədəd qamçılı qamət nə deməkdir? 2 dənə spermatozoid iştirak edə bilər deyir. Düzdür. 2 dənə cift varsa, 2 dənə də zigot var imiş. Bunun hərəsində bir dənə ayrı-ayrı spermatozoid mayalandırıbdır. Doğruları istəyir bizdən 1, 2, 3 hər üçünün olduğu cavabı götürməli, yəni C variantı. Keçək növbəti suala. Əkizlərdən hər ikisi eyni ciftlə qidalanırsa, fikirlərdən hansı doğru olar? Birincidə deyir, eyni cinsiyyətli ola bilər. Ola bilər, yox, mütləq belə olacaq. Çünki ikisi də eyni ciftdir. Mütləq eyni cinsiyyətli olacaq. Müxtəlif cinsiyyətli ola bilər. Yanlışdır. 3-də deyir, mayalanmada 1 ədəd qamçılı qamət iştirak edə bilər, düzdür. Bir dənə cift varmışsa, deməli bir dənə də spermatozoid iştirak edib. 3 də düzdür. 1 və 3 cavabı, yəni C variantında. 34-də keçək. 3 eyni yumurta əkizləri neçə zigotdan əmələ gələr? 3 dənə, 5 dənə fərqi yoxdur. Eyni yumurta əkizləri dediyinə görə 1 dənə zigotdan əmələ gələcək. B variantı. Baxaq 35-ə. Qadın orqanizmində 4 müxtəlif yumurta əkizinin yaranmasında bilavasitə iştirak edən qamətlərin sayını X-lə verib, ciftlərin sayını Y-lə verib, göbək ciyələrinin sayını Z-lə veribdir. Baxaq, 4 dənə yumurta əkizi varsa, deməli burada 4 dənə ayrı-ayrı zigot mayalanıbdır. Hər zigotu mayalandıran 2 dənə qamət varsa, deməli X-in qiyməti olacaq 8. Baxın, təkrar deyirəm. 4 dənə zigot var imiş. Hər birində daha doğrusu 2 dənə qamət mayalandırıb. Yəni 8 olacaq X-in cavabı. Ciftlərin sayı 4 olacaq. Göbək ciyələrinin sayı da bu ciftdən asılı olmadan, yəni uşağın sayı qədər göbək ciyəsi olmalıdır. 4 dənə uşaq varsa 4 dənə də göbək ciyəsi olacaq. Bunların da cavabı eləyəcək 8, 12, 4, 16 cavab. Yəni B variantı. Keçək növbəti suala. Cədvələ əsasən hər bir fərddə hansı cinsli uşaqların dünyaya gəldiyini müəyyən edin. Baxaq görək. Deməli, X-də verib, mayalanan yumurta hüceyrələrinin sayı 2-dir. Əmələ gələn döllərin somatik hüceyrələrinin bir nüvəsində olan X cinsi xromosomlarının cəmi sayı 4-dür. Burada belə ağ bir yer açdım, rahat çəkə bilmək üçün. Əvvəlcə baxıram, deməli, mayalanan yumurta hüceyrələrinin sayım 2 veribdir. 2 dənə yumurta hüceyrə mayalanıbsa, deməli 2 dənə də zigot yaranacaq, düzdürmü? Biri burada, biri burada yaranacaq.
Hüceyrələrin bir nüvəsində olan X cinsi xromosomların cəmi sayını 4 veribdir. 4 dənə X necə ola bilər? Yəni 2 dənə X bu tərəfə düşəcək. Bu rəngini dəyişdirim. 2 dənə X bura düşüb, deməli 2 dənə də X bura düşübdür. Belə olanda 4 dənə X olur, düzdür? Bu olduğu halda deməli X-də neçə uşaq var imiş? 2 dənə uşaq var imiş. Hər ikisində cinsiyyəti qız imiş. Yazıram bura 2 qız. Keçək digərinə. Y-ə baxaq. Mayalanan yumurta hüceyrələrinin sayı yenə 2 veribdir. Deməli yenə 2 dənə zigot yaranmalıdır. X cinsi xromosomların cəmi sayını da 2 veribdir. Bunu necə bölə bilərik? X-in biri birinə düşəcək yəqin ki. Biri birinə düşəcək, düzdür? Hər əsdə bir dənə X varsa, yanına nə qalır? Y qalır. X, Y budur, X, Y budur. Hər ikisi oğlan olacaq. 2 dənə oğlan. İndi baxaq digərinə. Z-də isə mayalanan yumurta hüceyrələrinin sayını 3 veribdir. Deməli 3 dənə uşaq olacaq. 3 dənə zigot var. Əmələ gələn döllərin somatik hüceyrələrinin bir nüvəsində olan X cinsi xromosomlarının sayını da 3 veribdir. Deməli, yenə hərəsinə, hər uşağa bir dənə X düşəcək. Yenə bunların da yanına qalır Y xromosomu. Deməli 3 uşaq olur, hamısı da oğlan olacaq. İndi baxaq görək hansı variantdadır. Deməli 2 qız, 2 oğlan və 3 oğlan cavabı. Elə olacaq A variantında. Buranı silək. Növbəti suala baxaq. Baxaq 37-yə. Doğum evində 3 hamilə qadının dünyaya gətirdiyi uşaqlarla bağlı rəqəmlər göstərilmişdir. Bu rəqəmlərə əsasən nələri söyləmək olar? X, Y, Z verib yenə. Maylanmada iştirak edən qametlərdəki X cinsi xromosomlarının Y cinsi xromosomlara olan nisbətini verib və dünyaya gələn əkiz uşaqların sayını verib. X-də baxıram ki, 2 dənə əkiz var və X-in Y-ə nisbəti 3-ün 1-ə nisbətidir. Baxaq. 2 dənə uşaq var. Laf bunu belə eləyək. X-in Y-ə nisbəti 3-ün 1-ə nisbəti. Yəni 3 dənə X var imiş, bir dənə də Y var imiş. Bunu necə bölə bilərik? 3 dənə X varsa ikisi hökmən birinə düşəcək, biri də birinə düşəcək. Bir dənə də Y var. Birinci X üçün olan uşaqlar bunlardır. Sonra Y-ə baxaq. Y-ə fərqli bir rənglə eləyək. Dünyaya gələn əkiz uşaqların sayını 3 veribdir. 3 dənə əkiz uşaq var. X-in Y-ə nisbətini də 5-in 1-ə veribdir. 5-in 1-ə nisbətidirsə, uşaqlar, bunun deməli 2 dənəsinə hökmən X düşəcək belə-belə də. Bu 4 dənə tamamlanmalıdır. X-in biri bu tərəfə qalacaq. Bir dənə də Y var. Y də gələcək bunun yanına. Deməli, ikinci qadının uşaqları bunlardır. İndi baxaq üçüncüyə. Üçüncüdə bizə dünyaya gələn əkiz uşaqlarının sayını 4 veribdir. 4 dənə uşaq çəkirik. X cinsi xromosomların Y cinsi xromosomlarına nisbəti 1-in 1-ə nisbətidir. 1-in 1-ə nisbətdə deməli bir dənə X var imiş, bir dənə Y var imiş. Mən buradan tuturam ki, bunların hamısının cifti bir dənə imiş. Yəni bir dənə X imiş, bir dənə də Y imiş. 2 dəqiqə. Bir dənə X var imiş, bir dənə də Y var imiş. Bu da olur Z olan qadının dünyaya gətirdiyi uşaqlar. İndi variantlara baxaq. Deyir ki, nələri söyləmək olar? A-da deyir ki, Y 2 eyni yumurta əkizi dünyaya gətirmişdir. Y 3 dənə müxtəlif yumurta əkizi dünyaya gətirib. Baxı, 3 dənə ayrı-ayrı zigot mayalandı, 3 dənə ayrı-ayrı cift var, hamısında cinsiyyətlər bir-birinə fərqlidir. Deməli, A variantı yanlış imiş. B-yə baxaq, Z-in dünyaya gətirdiyi uşaqların hamısı oğlandır. Baxaq görək, Z 4 dənə uşaq dünyaya gətirib. Hamısının da xromosom dəsti X-Y-dir. X-Y-də oğlanı göstərinə görə deməli hamısı 4-ü də oğlan olacaq. Söyləmək olar dediyinə görə elə B variantını götürürük. Digərlərinə baxaq. C-də deyir Z-in dünyaya gətirdiyi uşaqların ikisi qız, ikisi oğlandır. Səhvdir. İndi dedik hamısı oğlandır. X eyni yumurta əkizləri dünyaya gətirmişdir. Səhvdir. X 2 dənə, bir dənə qız, bir dənə də oğlan müxtəlif yumurta əkizləri dünyaya gətirib. Y-də deyir Y-in dünyaya gətirdiyi bütün uşaqlar oğlandır. Bu da yanlışdır. Baxın, bu ikisi qızdır, X olanlar. Bir dənə bu X-Y olan oğlandır. Cavab olacaq B variantı.